hələ də çox üzr istəyirəm. Ayaq yoluna girəndə, işini bitirəndən sonra suyu çək yazısını görürüksə, demək ki, hələ tərbiyəsizlər çoxdur. Vay. Bu tərbiyə sənə verilməlidir və bunu heç kim yazıb ora yapışdırmamalıdır. Bu tərbiyə sənə verilməlidir ki, çox üzr istəyirəm bir daha. Ayaq yolunda işini bitirəndən sonra sifonu çək. Herkese salam. Xoş gördük hər birinizi əziz Natamam podkast dinləyiciləri. Hər birinizi yenidən Natamam podkastda görməyimizə çox şadıq. Bu arada biraz radio imitasiyası eləmişik videomuzda. Mahnı səsi ilə bizim danışığımız falan. Bəyənirsiniz, bəyənmirsiniz, zəhmət olmasa onu deyin bizə, biz də bilək. Maşınınızda gedəndə bizi çox dinləyirsinizmi? Mən dünənləri yol gələndə maşında bizim podkastı qoymuşdum. Videoya baxmırdım. Yəni sırf qulaq asırdım. Başdan ayağa şey oxşayırdı. Elə bir radioda iki də DJ danışır kimi, yəni onu bacarmışıq, onu yaratmışıq. Məncə ikimizin də elə bir özəlliyi var, sadəcə bizi heç kim kəşf eləməyib. Hələ ki. Dostlar, siz bizim ora baxıram, mənim kameram bugün. Siz bizim podkastımıza Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız. Başlayırıq. Tərbiyəsiz insan necə seçilir? Yəni tərbiyəsiz insanın buynuzu mu olur, yoxsa yəni bir insanı tərbiyəli və yaxud da tərbiyəsiz biri olduğunu anlamaq üçün nə lazımdır? Mən indi sənə sual verim. Bir insan tərbiyəli olduğunu hardan bilərsən? Özünü aparmağından, davranışından, ortamda ki davranışlarından məncə belə bilə bilərsən. O sualı yəni, cavabı. Fərqi yoxdur. İstər sosial şəbəkələrdə, istər nə bilim şərhlərdə falan filan fikir bildirəndə, hər hansısa bir fikir bildirəndə belə anlaya bilərsən birinin tərbiyəli olmadığını. Ya da ki, tərbiyəsiz olduğunu. Ya da ki, tərbiyəsiz olduğunu. Bunu niyə deyirəm? Hal-hazırda ekranda görürsünüz. Bizə bir şərh gəlib. Deməli, şərhdə belə bir şey yazılıb ki... Az düşürlük eləyin. Tipa, elə bir şey deyil. Amma şərhdə tam olaraq bu yazılıb ki... Deyir ki, çox gözəl mövzudur. Mövzu qəşəng mövzudur. Amma aparıcılar düşüklük eləyir. Aparıcılar düşükdür deyib. Və adamın kanalının adı, YouTube kanalının Redmi. adı Xiaomi idi. Xiaomi sözündə düz yaza bilməyib. Redmi'dir. Redmi, amma şeyə girəndə, profilə girəndə orada Xiaomi yazılıb kanalın adı. Heç o da düz yaza bilməmsən. Təzə bizə baxdığını düşünürsən. Baxar, baxmaz. Mənim vecimə də deyil. Əslində çox qəşəng bir mövzu verdi mənə o şərh. Elə bugünkü mövzumuzu mən o şərhin sayəsində kəşf elədim. Bu arada sevindirir də məni ki, o şərhi yazmaqla yanaşı bizim podkasta baxıblamış axıra kimi. Yoxsa hardan bilirdi ki, mövzu çox qəşəng mövzudur. Bir yandan bizə müsbət vermirsən, bir yandan da bizi təhqir eləmirsən ki, bu əslində cinayət sayılır. Yəni məsuliyyətə cəlb oluna bilərsən sən bu təhqirə görə. Amma olsun. Biz də bunu öz tərbiyəmizə buraxırıq. Yenə də təşəkkür edirik şərh yazdığın üçün. Məncə heç bir şeyi sahiblənməməlisən. Məsəl üçün tutaq ki, biri sənə pislik edir ya da tərbiyəsiz göstərir də, düzdür. Sənə tərbiyəsizlik elədi, düzdür. O an səni ya təhqir eləmiş oldu, ya səni incitdi, ya sən tez onu qəbullanma. Yəni demək ki, sən mənə təhqir elədin, sən məni incitdin, sən mənim xətrimə dəydin. Bu sahiblənməkdir. Əksinə deyən ki, sən hal-hazırda öz tərbiyəvi göstərdin. Bu qədər. Yəni əslində o şərh gələndə heç mən güldüm birincisi. Heç də belə şey eləmədim, aqressiv qarşılamadım, güldüm. Sadəcə sən bayaq bir söz dedin ki, uzun müddətdir biz şərhdən onsuz da əziyyət çəkirdik. Və yaza bunu mu yazdın? Yaza bizi təhqir elədilər də. Yəni niyə təhqir edirsiniz ki də? Fikir bildir mövzu ilə bağlı. Bəli. Sən bayaq nə dedin? Məsəl üçün o sözün əvəzinə məsəl üçün başqa bir şey yaza bilərdi. Biz o qədər məsəl Elman deyir ki, normalda biz düşüklük falan eləsək, kənardan bizə onsuz da deyirlər, yəni öz yaxınlarımız. Mən deyirəm ki, Elman biz o qədər kəsib biçirik, o qədər detaycıyıq, o qədər fikir veririk ki, elə hamıdan əvvəl özümüz deyərik ki, bax burada çox özümüzü buraxmışıq, çox düşüklük eləmişik. Gəl bu hissəni qoymayaq ki, olub da eləncə şeylər, çox ha-ha-hi vurmuşuq. Demişəm, amma düşüklük başqa bir şeydir ya. Düşüklük, yəni açın TikTokda var da çox şeylər var, oradan bilərsiniz düşüklük nədir.
Yəni bu uje ya fikir bildirin ya. İndi aparıcını bəyənərsən, bəyənməsən, sən mövzunu bəyənmisən, düzdür? Mövzu xoşuna gəlib də. Dinən görüm hansı tərəf xoşuna gəlib, nə orada səni çəkdi. Bu arada əgər mövzu sənin xoşuna gəlibsə, həyatım, bebeğim, güzelim. Əgər mövzu kameraya baxa-baxa danışam. Mövzu sənin xoşuna gəlibsə, o mövzunu sənə biz sunduğumuz üçün sənin xoşuna gəlib. Çox gözəl. Demək ki, düşüklüyü sevirsən, ona görə də düşüklük eləməyə elman davam. Yəni biz onsuz da konseptimizi, biz onsuz da heç bir şeyi dəyişən deyilik sənin bir dənə şərhinə görə. Nəysə, bəsdir o adamdan danışdıq, ehtiyac yoxdur. Tərbiyəsizlik bu arada son bir ildir mən tərbiyəsizliyi daha çox müşahidə eləməyə başlamışam ətrafda. İctimai ortamda, topluluqda, ictimai nəqliyyatda və yaxud da hansısa bir kampaniyada mən bunu çox görməyə başlamışam. Sadəcə burada belə bir şey var. Mənə maraqlı olan odur ki, necə olur axı insanda nə baş verir ki, insan həyatında nə baş verir ki, bu insan o tərbiyədən uzaq qalır. Yəni nə olur? Buna nə doğru aşılanmır? Məncə vecsizlik enerjisini keçiblər. Çox. Yəni sən düşünürsən ki, bunlar əvvəldən, əzəldən tərbiyəli olublar, hər şey qaydasında olub, sonradan mı korlanıblar? Yoxsa mən insanın ailə olduğunu zaten düşünmürəm. Ailə üst səviyyədə zaten olduğunu düşünmürəm. Yəni azlıqdan gələn insanlar, ona necə deyirlər? İbtidaidən olan insanlarda, yəni bizə çox şey, hətta yəni Darwinizm teoriyasına girsək, meymun kimi, meymundan indi mən oraya girməyəcəm. Sadəcə yəni biz onurğamızı belə inkişaf elətdirən varlıqlar. Onu bilirdin də, normalda əslində insan meymun kimi də, yəni əlləri ilə, ayaqları ilə, yəni qozbel şəkli. Bu qozbeli bizim doğamızdır, bilirdin bunu? Normalda yəni hamımız əslində bu şey. Sadəcə o evrimləşdikcə həyata uyğun olaraq iki ayaq üzərində gəzməyə çalışdığımız üçün onurğamız artıq bizə düz olmalıdır ki, həyat şeyimizi gelişdirə bilək, inkişaf elətdirə bilək. Buna görə onurğamızın üstündə işləyirik, idmanlardır ya da ki duruşumuza fikir vermək falan. Nəyə görə bunu deyirəm? Omurqasız insanlar deyə bir şey var. İşte oradan gəlib yəqin ki o söz. Həyatda duruşuvu da bu şəkildə inkişaf elətdirmisən. O vaxtdan bu vaxta qədər. İnkişaf elətdirsən də hər insan içində tərbiyəsiz bir tərəfi də var. Tərbiyəli bir tərəfdir. Yəni o hansına qidalandırdığın söhbətdir, başa düşdün? İndi o qədər ona görə dedim ki, vecsizlik enerjisinə keçib ki insanlar, yəni qəlb qırmaq önəmli deyil artıq. Hani özüm bilərəm fikri daha çox dəbdədir. Ona görə də tərbiyəsizliyi də rahat şəkildə eləyəcək. Çünki deməyəcək ki, mənə nəyəsən, kimsən ki? Anasına, atasına eləyən, yəni qarşısındakı başqa insana mı eləməyəcək? Onun üçün heç önəmli də olmayacaq. Bu şəkildə, yəni ona görə mən düşünürəm ki, buna görə artırıldığını görmüsən. Mənə görə insanlar iki yerə bölünür tərbiyə mövzusunda. Birincisi əzəldən tərbiyə almayanlar, ikincisi tərbiyə alıb sən demişkən sonradan bir şeylərin olub tərbiyəsizə çevrilməsi. Biz son zamanlar ümumiyyətlə tərbiyəsizliyi sosial şəbəkələrdə də çox görürük. Bunu da danmaq olmaz. Nə qədər o insanlar özlərinə bəraət qazandırsalar da heç də elə deyil. Ağıl var, məntiq var. Hamımız şuurlu varlıqlarıq. Çünki qayda var, qanun var və bu hər kəs üçün keçərlidir. Qayda qanunda kiminsə özəl yeri yoxdur. Bunu biləsiz. Son bir hadisə baş verdi. Arzum ləqəbli TikTokerin qəzası baş vermişdi. Allah kömək olsun onun da. Rəhmətə gedənə də Allah rəhmət eləsin o qəzada. Sözüm onda yox. O məsələ ilə bağlı heç şərhləri oxudun mu sən? Yəni ara sıra. Biabırçılıq. Prosta biabırçılıq. Hamı oldu yol hərəkəti qaydası bilən, hamı oldu hüquqşünas, hamı oldu vəkil, hamı oldu hakim. Nə oldu sizə? Hardandı bu özgüvən? Hardandı bu cəsarət?
Necə oldu siz bu qərara gələ bildiniz? Əgər sənin bunu ilə bağlı bir biliyin, savadın yoxdursa, indi deyə bilərsiniz ki, sizin güya danışdığınız hər mövzu ilə bağlı savadınız varmı ki, siz burada danışırsınız? Biz müzakirə edirik. Biz nəyisə sübut eləməyə və yaxud da təkrar edirəm, kiməsə ağıl öyrətməyə, kiminsə bizə qoşulmağa, bir ordu yaratmışıq, gəlin gedək, bayraqlarımızı qaldırıb demirik. Biz sadəcə fikir mübadiləsi edirik, bir-birimizlə söhbət edirik. Siz də sadəcə ona baxırsınız. Amma o mövzu elə həssas mövzu idi ki, indi mən bilmirəm, Arzum haqlı idi, haqsız idi, mən ona bir şey deyə bilmərəm, yenə deyirəm. Çünki qərar verən sonda başqa bir qurumdur və onun qərarı nədirsə, çox təəssüf ki, onu ilə razılaşmalıyıq. Amma yəni bu insanlar necə cəsarət tapıb özlərində zərər çəkənin və yaxud da cəza çəkənin təhqir elədilər. Hadisəni başqa yerə yozdular. Nə oldu? Niyə belə olduq ki, bizim çatmır, mənə bu özgüvən çatmır. Mən belə qalıram belə ki, yəni oxuyuram və hər dəfə oxuyanda şoka düşürəm. Yəni beyin bedavadır ki, danışmaq pulundan deyil ki, amma bu onlara o haqqı verməyib, baxı ki, sən orada istədiyini yaza bilərsən. İnan sənə bir dənə söz deyim. Sənə bir dənə söz deyim. Bax, inan səmimiyyətimə ki, belədir. Tutaq ki, bir hadisə oldu. Bunu demirəm, başqa bir hadisə oldu. Orada kimsə nəsə bir artıq əski nəsə dedi, düzdür. O adamı gətirirsən, üzbə-üzə gəlirsən. O oradakı adam olmur. O da var. Qorxur çox. Sən ölüm, mən ölüm. Etmə, eləmə. Səhv də eləmişəm. Bağışda. Bir dənə yadına salırsan ki, bax, hüquq var, falan var. Qayda var, qanun var. Sənin məhkəmə, təzminat falan. Yaxşı, bunu eləyən edinsə. Sən kino vardı, Klavye Delikanlıları. Var elə kino. Serial var idi, qabaq türklər çəkmişlər. Klavye Delikanlıları. Yəni istədiyin hər şeyi arxada yazırsan, görmürsən, o səni görmür, sən onu görmürsən. Profili çox şəkil qoyursan, çox vaxt heç qoymursan və haqq bilirlər ki, girsinlər ki, məsələn təhqir yazsınlar, deməsə ki, Redmi kimi, Xiaomi kimi birinə düşük desin. Bu haqqı veririk biz onlara. Biz mi veririk? Hə. Çünki ya yorumları kapatmalısan, onda deyəcəklər ki, siz şərh açıq deyilsiniz. Açanda da bu şəkildə olur. Hə, adama deyə bilərsən ki, səni qorxudursa da eləyə bilərsən, fərqi yoxdur. Günün sonunda onun yazma haqqı var. Amma ki, bu onun artıq yenə də deyirəm, sadəcə öz tərbiyəsini göstərir, sadəcə öz düşüncə şəklini göstərir ki, baxın, yəni mən koskoca mövzunu qoymuşam, sizin xarakterinizə şey eləyirəm. Və dostlar, davam eləyirik. Hardan davam eləyirik? Talya Yüzbəyev sevdiyimiz aktyordur. Məncə sənin də sevdiyin aktyordur. Qısaca oxatan bürücüdür və atır da, yəni konkret biz oxatanlar fikir vermirik də, danışırıq. Necə danışırıq? Yəni patavatsızlıq var da və deyirsən ki, haqlıyam, haqlı bulursan özü deməkdə. Amma bəzi şeylər var ki, onlar ətraflı düşünülməli ya da empatiya qurulmalıdır ki, hani qarşıda mən bunu deyəndə kimlərsə incidə bilərəm. İşte bax, tərbiyə demək ki, tərbiyəsiz insanlarda empatiya da yoxdur. Çünki desək ki, özümü qoysam onun yerinə necə hiss eləyərəm? Yəni doğrudan məsəl üçün o düşük yazan insan da sənə eyni şeyi desələr, xoşuna gələrmi? Heç durub baxmazsan ki, görəsən, yəni mən düşüklük elib nə etmişəm? Başa düşdün? Bəlkə sənin üçün adi yazıdır o. Deyir, həmişə bir dənə də mən videoda onu demişdim sənə. Bir barmaq qarşı tərəfi suçlayanda qalan bu 3 barmaq səni göstərir. Döniyəni özünə bax. Talya Yüzbəyevu sevdiyim aktyor, təkrar deyirəm ki, biz Talya Yüzbəyev çox yaxşı aktyordur. Amma təbii ki, biz də tənqid eləmək şeyindəyik, iqtidarındayıq. Məncə o axırıncı videoda tərbiyə kurallarını aşmış bir şeydir. Danış biraz bu haqda. Mən o haqda nə danışmam? Mənim məsəl üçün şəxsən maraqlıdır ki, çünki adətən film, reklam və yaxud da seriallar çəkiləndə öncədən ssenari yazılır və bu ssenarinin bir müəllifi olur. Mənə maraqlıdır ki, bu reklamın ssenari müəllifi kimdir? Burada iki yerə ayrılır. Əgər ssenari müəllifi Talyanın özüdürsə, bunu yazanda nə düşünürdü? Mənə maraqlıdır.
İkincisi, bu ssenarini yazan taleyin özü değilsə, bu ssenarini oxuyanda taley nə düşünürdü? Yəni O da deyilsə, çəkiləndə taley nə düşünür? çəkiləndə, yəni başa düşürsən, yəni baxın, mən onun əleyhinəyəm. Bəyənərəm, bəyənmərəm, o başqadır. O mənə aid olan bir şeydir, mənə xas olan bir şeydir və mən bunu həmişə öz içimdə saxlayıram. Sənin biz dəfələrlə hər yerdə, haralarda olmuşuq. Hansısa bir qadının, hansısa bir xanımın və ətrafımda olan şəxslər, məni tanıyanlar da təsdiqləyə bilərlər şərhlə də ki, hansısa bir xanım haqqında mən heç vaxtı mənfi fikir bildirməmişəm. Ay orası gözəl deyil, ay burası gözəl deyil, ay belədir, ay elədir. Niyə? Birincisi bunu niyə mən eləmirəm? Niyə mən bunu eləmərəm heç vaxt? O bədən mənim bədənim deyil. 1. Qadın deyiləm. Qadın deyiləm. 2. Mənə aid biri deyil. 3. Məni ilə qohumluğu yoxdur. 4. Və sair və ilaxır. 5, 6, 7, çox şey saya bilərəm. Yenə deyirəm, bəyənərəm, bəyənmərəm, onu içimdə saxlayaram. Və bəyənib bəyənməmək də mənim haqqımdır. Nəyisə bəyənərəm, nəyisə bəyənmərəm. Və mən düşünürəm ki, bunu bu şəkildə dilə gətirmək ayıbdır. Doğru deyil. Əgər sənin üçün bu qəbul edilməzdirsə, bax cümləyə bax. Əgər bu sənin üçün qəbul edilməzdirsə, sənin üçün, düzdürmü? Amma o reklam nə idi? Bütün hamının adından danışan bir şey idi. Okay? Deyə bilərsiniz ki, taley orada tək danışır. Nətər yəni, taleyin özünə aiddir falan. Okay, taleyin özünə aid olsa da reklam kimə xitab eləyir? Bu qədər. Kişilərin qadınlara baxışı. O qədər adama xitab eləyir də bu reklam. Tamam, bu başqa yerdə yoxdurmu? Başqa ölkələrdə yoxdurmu? Var. Amma başqa ölkələrdə də belə analiz yoxdur. Mən bu şəkildə görməmişəm. Yəni mən görməmişəm. Mən bu günə qədər bilmirəm, bəlkə də olub, varsa istinad göstərin, biz də bilək. Hansısa bir reklamda və yaxud da hansısa bir yoxdur, çünki əslində baxışda o deyil axı. Bildin. Ondan da əlavə. Gərək içində bir şeylər olsun ki, onu sənə ilhamdırıb yazanda da. Bu olmalıdır da səndə. Yəni bu var ki, sən bunu yazmısan. Yenə deyirəm, bunu yazan kimdir bilinmir. Türkiyədə olardı. Türkiyədə yəni o qədər prosta estetika zada o qədər də önəm vermirlər. Yəni çoxunluq o şeydə deyildi. Onlar da başqa cür qadınları alçatmaqla məşğullar, sağ olsunlar. Yəni müsəlman ölkələrində olar. Vallahi baxın, mən belə bir şey deyim. Bax, yenə misal çəkəcəm. Çox xahiş edirəm, elə düşünməyin də, başda da Amerika ilə Azərbaycan müqayisə edir. Burada söhbət Amerika ilə Azərbaycan müqayisəsindən getmir. Burada söhbət tərbiyədən və daxili hisslərin ifadə olunmasından gedir. Amerikanın böyük əksəriyyəti artıq çəkidən əziyyət çəkir xanımlarının. Səbəbi nədir? İndi ona detayına getməyək. Amma var, faktdır, bu təsdiqlənib də. Bir dəfə bir reklamda hansısa bir sosial bir çağırışda bu tip bir şey görmüsənmi ki, onların bu artıq çəkili olması ilə bağlı dalğa geçsin? Bax, o da heç düzgün deyil ha. Deyil, doğru deyil. Yəni zaten bu doğru deyil. Yəni belə mən bu məsələ haqqında fikrim budur. Mən dediyim kimi, yəni bu ssenarini kim yazıb? Bu ssenarini başqası yazıbsa Taleh bu ssenarini oxuyanda nə düşünürdü? Taleh özü yazıbsa, Taleh bu ssenarini yazanda nə düşünürdü? Yəni istənilən halda Taleh öz cəmiyyətini, öz millətini tanımırmı? Bax, indi 2 dənə bir şey deyəcəm. Birincisi, dost ətrafında zarafatlar eləyərsən, qəbul eləyərlər. Elə bəlkə məsəl üçün onların ətrafları hamısı təbii ki, onların ətrafları axı hamısı blogerlər falandır və biz bildiyimiz qədər blogerlərin özləri də nə qədər estetik cərrah da eləyiblər, prosedurlar da eləyiblər. Fərqi yoxdur, hər şey eləyiblər. Öz ətrafınızda eləyərsiniz, havuz eləyərsiniz, huvuz eləyərsiniz, gülərsiniz, keçərsiniz, düzdür. Amma hamı sizin ətrafınız deyil, hamı sizin tanışınız deyil. Yəni kişilərin ya da ki, kişilərin məsəl üçün öz ətrafında danışıb güldüyü zarafatlar başqadır. Bir
də var, sən artıq sosial media, sən tanınmış insansan da, sən tanınmış üzsən. Sən bir dənə ağzına söz çıxanda əslində bu hamının ağzından çıxmış kimi olur da. Yəni nümunə də. Başa düşün, artistlər necə olurlar? Nümunə olurlar, cəmiyyətin üzü olurlar. Ona görə deyə bilmədiyi reklamlar sözü onlardan olurlar. istifadə edirlər. Bəli. Və sən hal-hazırda bu şəkildə eləməklə, yəni heç bəlkə də yox, təbii ki, çox kişi heç bu şəkildə düşünmürdü. Kişilərin də fikrini bildirmiş olduğunu. Heç əslində çox kişi fikirləşmir ki, ay botoksmuş. Çoxu beləncini də bəyənir. Əslində təbii xoşu gəlir. Heç şeyə girmir ki, bunun dodaqlarında məsəl üçün dolğu var, bu süyünüdür, zat da demir heç. Bəli. Bəzi kişilər həqiqətən xoşlarına gəlir, özləri deyirlər ki, yoldaşlarına ki, get, bunu elə, bu prosedur elə. Hə, baxım kimi baxırlar. Deyirlər ki, qadına olar, qadın eləyə bilər. Amma bəziləri həqiqətən də deyir ki, nəyə lazımdır? Mən sən bu şəkildə individualdır da, yəni bu individual yaxlaşımdır. Bir də orada yazıblar ki, verilən pul çox imiş ki, düşünmədən çəkilir video falan filan. Ondan da əlavə o da ola bilər, amma ondan da əlavə bəzən deyirsən ki, hani insanların deyə bilmədiyi şeyi deyəcəm, buna həyecanlanırsan. Deyirsən ki, məsəl üçün, oturursan, yazarlarla birlikdə fikirləşirsiniz ya da öz ətrafınızdan dostlarla ya da ki, işte yaradıcı bildikdə düşünür ki, bax, bu insanların yaralı yeridir ya da gündəmdə olan bir şeydir. Hani mən bu şəkildə oynasam, danışılacam. Hani qara PR belə olsa danışılacam və bu xoşuma gələcək. Davay girişək və bu həyecanlandırır, bu şəkildə də girmiş olursunuz. Tutuzdurdu mu? Bu şəkildə də tutuzdurdu. Baxamayanlar da buna görə baxdılar, amma oldu mu? Oldu mu şimdi? Şey oxşadı, bundan bir neçə ay əvvəldə Əli bəy var ya, aktyor. O oğlanı da xoşlayıram əslində. O da qadınlar və adamlar adında bir şey başlatdı. Və qadınlar onda da qalxdılar ki, bu gender şeysidir də. Yəni qadınları ayırırsan adamlardan, qadın adam deyilmi? O qədər bunun üstündə dalaşdılar, savaşdılar, savaşın qalibi oldular. Sadəcə qadınları yox, ümumiyyətlə hər kəsin dilindən və adam öz teatrının adını, stand-up'ının adını dəyişdirib qoydu adamlar və qadınlar. Yoxsa Adəmlər və Həvvalar mı qoydu, nə? Var elənçinə dünya teatrlarında adamlar və siçanlar, qadınlar və kişilər. Elə bir şey var, kitab var ümumiyyətlə. Hə, kitab da var desən, adamlar. Çox sevirəm o bölür, əsəri. Amma adamlar və qadınlar qadın adam deyilmi? Yəni eləməyin də buna. Hətta o Əli bəyin hansısa verilişə qonaq gəlir və orada da qadın təhqirləyici bir şey deyir. Yəni yapmayın ya, eləməyin də. Yəni axı Azərbaycan müasir ölkədir. Yəni Türkiyənin başa düşdüyü onlar yobazlaşıblar, beyinsel olaraq bayağı gediblər. Çünki onlar da müasir idilər. Sizə nə oldu ya? Siz niyə görə bilirsiniz? Bir də ki, deyirsiniz ki, qadın ali deyil, xanımlar zat belə qadınlar alidir. Qadınlar ailə olmasaydı bugün o fərqi qoymazdınız. Ay dolğa eləyib, nə bilim, neyinib. Qadın durub çünki hansı kişinin bu şeylərinə görə danışmır. Məsəl üçün kişilər də əzələ şişirdirlər, eləyirlər də. Bu da doğal deyil, düzdür. Ya da doğal yolla olmayan şeylər də var da. İndi danışaq, buna iynə zat basırlar, steroid zat basırlar. Hansı qadın görümsən ki, durub danışsın ki, o kişinin sən şeysən, nə bilim. Baxın, bilsiz nədir söhbət? Bugün əyilsəm, hansı bir kişinin qarşısından keçsəm, əyilsəm orada, nəyimsə düşsə, əyilsəm, götürsəm, neçədən kişi çönər. Sadəcə mən yox ha, qadın ümumiyyətlə əyilsə. Amma hansısa bir kişi əyilsə ya da çöldə, siz də mənə bağışlayın, beli çöldə qalsa, qadın dönüb baxmaz, baxmırlar, baxmır. Qadının çünki hicabı gözündə olduğunu çox yaxşı bilir. Qadın çünki özünü yığışdırmağı, öz nəfsini hakim eləməyi yaxşı bilir. Amma kişilər təəssüflər olsun ki, işte qadın güclü varlıqdır deyə hələ onu biraz belə tərbiyə sınırlarını aşıran şeylər eləməyin artıq ya. Yetər və qadın üstündən bunu eləməyin. Çox da zaten tərbiyəsizlik ilə qadına qarşı olunur. Sənə belə bir sual vermək istəyirəm. Kimə qarşı tərbiyəsizlik eləmək olar? Sən cavab verməm. Kimə qarşı tərbiyəsizlik eləmək olar ki, məsəl üçün eləyərsən o adama qarşı tərbiyəsizlik və sənə deyərlər ki, düz eləmsən. Buna qarşı elə tərbiyəsizlik eləmək lazım idi. Varmı səncə elə bir şey? Elə bir fikirlə razısan mı ümumiyyətlə və yaxud da varmı ağlında elə bir şey ki, oradan da bax bu tip adamları və yaxud da bunu
buna qarşı tərbiyəsizlik eləmiyorlar, bunu təhqir eləmiyorlar. Mən axı veriliş başdan dedim axı ki, tərbiyə ya da tərbiyəsizlik sənin öz necə deyim, içindən gələn, sənin öz göstərdiyin şeydir də. Yəni nə demişdim verilişə başlayanda? Sənin xarakterinin yansımasıdır da. Yəni indi bir insan sənə tərbiyəsizlik eləyirsə, sən yenə də ona ya sakit şəkildə cavab verəcəksən, ya da yerində mədəni şəkildə oturacaqsan, amma yenə də tərbiyəsizlik eləməyəsən. Çünki sənin mizacında o yoxdur, başa düşdün? Və səncə Talehin videosuna şərh yazanlar tərbiyəsizlik eləyiblərmi? Yox, orada etika dışında bax, öz fikrini bildirmək başqa bir şeydir. Yenə də deyirəm, bizə bugün gələn kommentdə yazılsaydı ki, mövzu çox yaxşıdır, amma aparıcılar biraz qeyri-ciddidir. Ya da aparıcılar xoşuma gəlmədi, ya da biraz az danışsalar, ya da yəni detay versə, amma düşük sözü təhqirdir. Və bu da nədir? Tərbiyəsizlikdir. Və mən görmədim ki, o Talehin videosunun altında kimsə təhqir ki, onun elədiyi videodakı şey qədər ola bilməzdi zaten. Bunu niyə dedim mən? Çünki bizdə bax belə bir şey var. Biz bəzən fikir bildirməyi tərbiyəsizliklə səhv salırıq. Bir də irad bildirə bilməyən insanlar var. İrad bildirməyi də tərbiyəsizliklə səhv sala bilirik biz çox vaxt ki. Yəni bu irad bildirirsə mənə söhbət Talehdən getmir ha. Yəni mən hələ də elə bilirəm kamera ordadır burada. Söhbət Talehdən getmir, Talehin videosundan getmir. Ümumiyyətlə genel olaraq danışıram. Biri fikir bildirəndə və yaxud da nəyəsə bir şey düzəliş eləyəndə, nəyəsə yol göstərmək istəyəndə biz onu da tərbiyəsizlik hesab eləyirik. Bu doğru deyil. Bax, hərəsinin öz adı var, düzdürmü? Fikir bildirmək, tərbiyəsizlik eləmək. Tərbiyəsizlik eləmək nədir bilirik, fikir bildirmək nədir? Mənə elə gəlir ki, bilirik. Amma məncə bilmirik. Bilsək, biz onu tərbiyəsizliklə səhv salmazdıq deyə düşünürəm. Bir də tərbiyəsizlik sadəcə şey deyil, hani pis söz istifadə eləmək də deyil. Yox. Tərbiyəsizlik hansısa bir xarakter, hansısa bir xasiyyət, hansısa bir davranış da ola bilər. Yəni özünə nəyi layiq görməsən, özünə nəyə xoşun gəlməzsə, qarşı tərəfə çox gözəl. Çox gözəl bənzətdir. Şeydə tualetlərdə olur, deyir ki, görmək istədiyiniz kimi buraxın. Yəni o şəkildə. Yəni sənə necə rəftar edilməsini istəyirsənsə, qarşı tərəfə də o şəkildə. Bayaq dediyim kimi məncə elə empati yoxsunu olur. Yəni deyir, ağzından çıxardır sözü ya da ki bir hərəkət eləyir və demir ki, məsəl üçün necə öyrənsinlər tərbiyəsiz olmağı? Mən belə bir şey deyəcəm. Bunu da deyirəm, bu hissəni də yekunlaşdırırıq, sonra yekun fikrimizi deyib videonu bitirərik. Məncə sən mənimlə razılaşacaqsan. Biz əgər bugün Azərbaycanda hələ də, çox üzr istəyirəm, ayaq yoluna girəndə işini bitirəndən sonra suyu çək yazısını görürüksə, demək ki, hələ tərbiyəsizlər çoxdur. Vay. Demək ki, hələ tərbiyəsizlər çoxdur. Sənə biraz şey gəlmirmi? Yəni baxırsan ki, 8-10 nəfərdən ibarət kollektivdə. Bu mənim başıma gəlmiş bir şeydir. Neçə nəfər idi orada? Bir dəqiqə. 2, 4, 6, 8, 10-12 nəfərlik kollektivdə ayaq yolunda yazıb yapışdırılırsa ki, işini bitirəndən sonra suyu çək, sifonu çək. Niyə? Niyə belə bir şeyə ehtiyac var axı? Heç çox görür və eləmir. Bu bəlkə biraz ağır səslənə bilər, amma baxın qurban sizə, tərbiyədir bu. Bu tərbiyə sənə verilməlidir və bunu heç kim yazıb oraya yapışdırmamalıdır. Bu tərbiyə sənə verilməlidir ki, çox üzr istəyirəm bir daha. Ayaq yolunda işini bitirəndən sonra sifonu çək. Bu tərbiyədir. Burada mən heç kimi təhqir eləmirəm. Mən burada heç kimi alçaltmıram. Tərbiyə nə dindən də gəlmir, nə ailədən də gəlmir. Bunlar köməkçi vasitələr ola bilər. Amma mən sənin bayaq da dediyim kimi mizacdır da, yəni başa düşdün. İçindəki heyvanı əhilləşdirə bilmisənsə, onu necə davranması, harda necə davranması lazım olduğunu öyrətmisənsə, zaten əmin ol ki, hər yerdə özünü apara biləcək. Öyrətməmsənsə, ipləri onun əlinə vermisənsə, o səni idarə eləyəcək. Buna görə də nə ağzının danışını bilməyəcəksən, harda gəldi, təhqir də eləyə bilərsən, sən üçün rahatdır artıq. Heç ölə gedəndə
eləyirsiniz sizə mənə bağışlayın. Bu da tərbiyə, bu ən böyük tərbiyəsizlikdir. Bəli, qadınlarda da mən bunu görmüşəm. Bu arada indi deməyək ki, sadəcə kişilərdə. Gəlir gör ki, sən məsəl üçün orada yemək yeyirsən, ünvanlikdir. Bunlar hamısı etika, mədəniyyət, kurallardır. Bunlar heç bir kitablarda bəlkə öyrədilər, valideyn zat da deyər. Amma sənin içində gəlmirsə, belə pis çıxması malsansa, buna ediləcək bir şey yox və bu yaşla da əlaqədar deyil, hər yaşda olur. Sadəcə məncə empatiya qursunlar biraz. Bəli, mütləq. Sadəcə bu məsəl üçün ən şeysən də, ibtidayisən də, sıfırsan da, burada heç nə yoxdur. Sadəcə dinən ki, mənim xoşuma gələrdi, mən bu adam bunu desəydi, ya da mənlə bu cür davransaydı. Hə ya da yox. Xoşuma gələrdisə, tamam sən də elə. Hani sən xoşuna gələrsə ki, sənə düşük desinlər, tamam. Bəlkə sən xoşuna gəl. Bəlkə siz aranızda dostça, bayaq da dediyim kimi, bax görürsən, mövzunu aşırı. Bayaq dedim ki, dost ətrafında hər şey danışarsan. Birini eşək, düşük, ayzat, hə. Tamam. Amma mən sənin dostun deyiləm. Və mən bugün əgər yorumları açıq qoymuşamsa, sən məni tanımırsan. Və mən bugün əgər yorumları açıq qoymuşamsa, sənə verilişlə bağlı haqq qazandıram ki, sən orada danışasan. Məndən yox. Demək ki, saçına bağladığı nədir? Demək ki, qolbuna taxdığı nədir? Və taliyə təkrar dönmək istəyirəm. Yenə vurğulayıram. Çox gözəl aktyordur. Kinolar da çox gözəldir. Azərbaycana yenilik gətirib. Odur, Əlixandır və bir neçə nəfər. Onların sayəsində bugün kino sahəsi inkişaf eləyib. Amma bu demək deyil ki, biz müzakirə eləməməliyik. Pisi deyə, yaxşını deyəndə pisi də deməlisən. Bugün sən elədiyin şey, məsələn, ikinci videoda deyirsən ki, bu səfər də mən kişiləri lağa qoymuşam. Amma sən kişinin fikrinin təbiiliyini ya da süyniliyindən danışırsan. Qadınınsa orada astrologiyadan danışır. Orada səndən empatiya qurur, sevgilisi ilə empatiya qurur. Amma sənin ağlında olan, yəni indi sən orada roldasan da fərqi yoxdur, amma yazmısınız da bunu. Ağlında olan onun botoksu falan filandır. Demək ki, burada süni olan məncə sənsən. Çünki siz ilişkidəykən sən onun ancaq dolğularına zadına görə fikir vermirsən. Amma oysa səndən sevgili kimi söhbət edir, astrologiyadan danışır, sənin fikirləri falan oynayır. Demək ki, burada süni olan sənin hisslərindir. Məncə buradan girsəydi o qədər video gözəl partladardı ki, bax, buradan girsə o qədər video çox gözəl olardı ki, məsələn, mən başa düşdüyün, tutduğun temanı, onun videosuna gedir. Məsəl üçün, o orada danışmır. Həm sözüvü demiş olardın. Ayda bu keşke taliyə qarşısına çıxsaydı. Bu, bax, məsəl üçün, qadın danışır orada, ondan soruşur da, videoda gördüğündə, deyir ki, sənin bürcün nədir falan, əqrəblər belə olur zat və demir, oradakı əqrəblər ehtiraslı, cinsəl falan, belə şeylər də demir. Orada deyir ki, əqrəblər çox məqsəd yönlü olur, görürsən, amma orada deyəndə ki, sənin yüksələn nədir, adam deyir ki, deyərdim indi. Orada artıq adamın bu qadınla nəyə görə birlikdə olduğu bayağı malum açıq. Güya ki, indi bax, videonun tərsinə çevirsəydi, məsəl üçün, danışır və qadının yenə də botoksun zadını da deyir, amma qadın da deyir, sonra qadına deyir ki, sən təbii deyilsən, tutaq ki, sən süynüsən, arxadakı daha təbiidir. Qadın da dönüb deyərdi ki, əslində olan sənin fikirlərindir, süynü olan. Çünki mən səndən burada danışıram, sənin sevgilinəm, sənin şey mənasında, amma sən sadəcə görüntümü şey eləyirsən. Onda qadınlar o qədər sənin tərəfində olardı ki, İşte bu ucu bizə nə olardı? Beyin fışqırması. Bu ucu, çünki həqiqətən belədir. Videonun mən şərhini bu şəkildə eləyirəm ki, əslində qadının orada hissləri tam təbiidir, amma kişinin hissləri təbii deyil. Çünki qadını görüntüsünə görə incələyir və bu da tərbiyəsizlikdir. Dostlar, hani görüntüdə bir də baxırsın. Hani görüntüdə görmürdün bunun dodaqları şeydi. Kafedə oturanda görüşəndə mi başladın incələməyə? Ha tamam, ilk dəfə deyitə çıxımsan, yenə də incəlirsən, amma bir beyninə də bax da. Xahiş edirəm, bu zehniyyətdən çıxın ya. Yəni, botoksu, zadı olanlar. Xarici görünüşünə görə insanı mühakimə yargılayanmazsınız. Yəni, insanı yox, qadını yargılayırlar xarici görünüşünə görə və giyimlərinə görə. Həmişə bu belə olub. Botoksan zaddan əvvəl, bax, bir neçə il əvvəl botoks zad falan yox idi. Estetiklər, zadlar heç nə yox idi. Qadın nəyə görə yargılanırdı? Mini yubkasına görə. İndi də botoksuna görə yargılanır. Dostlar, siz bizim podkastımıza Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxdınız. Siz də öz fikirlərinizi şərhlərdə qeyd eləyə bilərsiniz. Təhqir etmədən, alçaltmadan,
kimisə təhqir eləməyə heç kim ixtiyar verməyib. Yəni heç kimə elə bir ixtiyar verməyib, kimsə təhqir eləyə bilsin. Gəlin özümüzü tərbiyəli aparaq. Fikir bildirəndə də onu adekvat, normal və tərbiyə çərçivəsi daxilində fikrimizi bildirək. Siz də öz fikrinizi bildirə bilərsiniz. Tərbiyəsizlik eləmək bizə heç nə qazandırmır. Bunu birincisi başa düşməliyik. Tərbiyəsizlik eləmək bizi uzaq tutur ortamda, hansısa bir ortamda, fərq eləmir. İnsan giyiminə görə ilk dəyər verilə bilər, amma ağzını açıb bir kəlmə deyəndə sən onun burasında olanı başa düşürsən, burasında olanı başa düşürsən. Ümumiyyətlə, bir insanı mühakimə eləmək, görünüşü ilə bir insanı mühakimə eləmək, bədən quruluşu ilə və yaxud da nə ilənsə doğru deyil, deyə bilməzsən. Adamın dodaqları dolğu ola bilər, amma daxili elə bir gözəl ola bilər ki, ümumiyyətlə həyatda elə bir gözəl bir insan ola bilər ki, sən onun haqqında yanlış bir fikir söyləyib o insanı yanlış tanıda bilərsən. İstetik əməliyyatlar bir qadının ya da heç bir kişi də əgər eləyibsə, onun ağlının boşluğunu göstərmir əksinə. Sadəcə travmalar ola bilər ya da öz görüntüsü ilə hələ də özü də razı olmaya bilər. Bunu bildirər yəni. Amma onun əsla başı boş, hani ağılsız, axmaq biri olduğu görüntü heç vaxt bunu, onda ona qalsa onda o belə cırıq paltarlar, zatlar giyinən ya kasıb təbəqəsi, onda ona da deyək ki, sən oxumamsan, sənin heç nəyin bilgin yoxdur ya da sən tərbiyəsizsən. Gəl onun da görüntüsü ilə lağa qoyaq da, ya da onu da eləyək də, yargılayaq, müzakirə eləyək. Elə deyil axı. Yox. İnsan sözləri ilə danışarsan, onda bilərsən ki, bu insan necədir? Sünidir yoxsa təbiidir? Bilirsən, belə bir məsələ də var da, indi bəzən olur da, indi görürük ki, çox abartılı şəkildə bir estetik əməliyyat olunub və yaxud da uğursuz bir estetik əməliyyat olunub mu? Yəni bizim ona fikir bildirməyimiz önəmli deyil. Bu insan qərarını verib və eləyib bunu. Yəni vallahi həqiqətən də onu deməyin nəydən şəcək? Onun heç vecinin vesinə də deyil. Yəni. Sadəcə qıra bilərsən, hə, yəni eləyəndən sonra təkrar deməyin ki, bu belədir, o elədir. Şey oxşur da, hani mən həmişə demişəm, mən öz tələbələrimə də deyirəm. Heç kəsə icazə verməyin ki, arıqlamısan, kökəlmisən, kilon neçədir. Bu əgər idman trener deyilsə, əgər bir diyetoloq deyilsə, heç kəsə icazə verməyin sizin kilolarınız haqqında danışmağa. Bu qədər. Bəli. Elə içində heç kəsə icazə verməyin sizin görüntünüz haqqında. Gedərsən kosmetoloqa, kosmetoloqun deyər ki, gəl buranda biraz əyirliyi var, buranda belə. O sənə deyər. Amma kənar heç padurqabız, heç dostunuza da icazə verməyin. Çünki təsir altına düşürsünüz. Düşür. Qarşıdakı tərbiyəsizdir və sən də fikir bildirə bilərsiniz ki, məsəl üçün biri əgər uğursuz əməliyyat eləyibsə, mən ona fikir bildirməklə başqalarını bundan heç nə eləmirsən. Eləmirsən, vallahi eləmirsən. Bir də istəyən eləyəcək. Bir də səbir kasasını da doldurursa, bax tərbiyəli insanı belə çığırından çıxartırsa, həqiqətən də bəzən öfkəli başda deyirlər ağıl olmur. Həqiqətən də insan bəzən elə səviyyəyə gəlir ki, sənin səviyyəyə düşüb sənin cavabı verib təzən öz səviyyəsinə qalxmalıdır. Bayaq sən nəsə dedin ki, tərbiyəsizə qarşı tərbiyəsiz mi olmalıyıq? Yəni anlayacağı dildə danışmaq da lazımdır belə baxanda. Mən orada bayaq dedim ki, yəni mizacın nədirsə odur, amma həqiqətən də bəzən o qədər səni elə bir həddə gətirir ki, icazə də vermir. O qədər həddə gətirir ki, sən deyirsən ki, deməli sən anladın laf budur da. Yəni mən nə qədər səndən sakit olmalıyam. Gəl onda otur burada. Deməli bizim saytımız yarandı, Elman saytımızı yaratdı. Ora mütləq şəkildə baş vurun. Görün bizdə ümumiyyətlə kanalımızda nələr var, nə kimi yeniliklər var. Bizimlə kontakta keçmək, bizi başqa sosial media şeylərindən izləmək falan. Hamısı o sayta yerləşdirilib. Plus orada iyanə etmək zat söhbətlər də var. Bir də Elman yeni bir şey gətirdi. Dedi ki, onu da eləmək. Patreon. Onu haqqında bir də Elman qısa bir. Patreon sizin üçün yaradılan bir bizim profilimizdir. Orada sizin üçün iyanə üçün 2 seçenek təqdim eləmişik. Həmən seçenəklərdən birini seçib bizə iyanə eləyə bilərsiniz. Bizi dəstəkləyə bilərsiniz. Təbii ki, sizin dəstəkləriniz
videolarda qeyd olunacaq. Onu necə eləyirlər? Adlarınız qeyd olunacaq. Sadəcə sayta girirlər. Yəni Coffee-alda nətər eləyirlər? Və bizim verilişimizin altında linklər falan qoymuşuq. Orada www.natamampodcast.com Yox, saytımız elə deyil. Saytımız biraz fərqlidir. Elə qoyduğumuz linkə daxil qoyduğumuz linkə daxil olun. O ən asandır. Sayta giriş eləyirsiniz. Saytda Patreondan iyanə et deyə girsən, kartından pulu atırsan, nə qədər istəyirsən də. Nə qədər istəyirsən deyəndə ona bir dəqiqlik gətirim. Orada 2 paket mövcuddur. Səhv eləmirəmsə biri onu indi burada biraz videoda demək. Danışmaq lazımdır. Etik çıxmaz. 2 paket var orada. Özünüz daxil olanda görəcəksiniz o paketləri. Yəni hansı sizə uyğundursa, hansını istəyirsinizsə onu seçib bizə dəstək ola bilərsiniz. Və sizin dəstəyinizə görə sizin üçün də xüsusi belə deyək də hədiyyələrimiz, benefit deyək də, yox, mükafat. Yəni xüsusi bir şeylər sizin üçün də nəzərdə tutulur. Mükafatlar, şeylər, fikrimiz var. Yəni gözəl şeylər olacaq və mütləq şəkildə siz də fikirlərinizi bildirin. Amma mövzu ilə bağlı fikirlərinizi bildirin. Amma şey də deyə bilərsiniz, Nathan sən bu cür geyimə qəşəng yaraşır, saçların qıvrıcıq, çox qəşəngsən. Yəni gözəl şərhləri təbii ki, xoşumuza gələr ya da Elman məsəl üçün nə qədər ağ köynək geyinərsən, zat kimi belə şeylər deyə bilərsiniz. Elman aşkı sənə yaraşır kimi şeylər deyə bilərsiniz. Bu qədər. Amma hani başqa şeyləri əsla və də qatda qəbul eləmirik. Bugünkü mövzumuz çox maraqlı idi. Abunə olun. Abunələrimiz də 200 keçdi artıq. Yəni irəliləşə doğru, 300-ə doğru gedirik. Bizi digər sosial platformalarından da mütləq buralarda da zətdə qoyursan. İzləyirsiniz, şeyimiz çıxmadı bugün. Panda nə idi? O jet çıxıb girir. Girdi çıxdı. Haradaydın? Özünüzə yaxşı baxın. Gələn podkastda görüşərik. Elman, özünə yaxşı bax. Görüşərik. Görüşərik. Sağ olun.